Gecenin qaranlığında səmaya baxanda insanın ağlına gələn ən qədim suallardan biri budur. Biz kainatda təkikmi? Əgər tək deyiliksə, bəs başqa ağıllı varlıqlar nə vaxtsa yerə gəlibmi? Bəlkə 1000 illər əvvəl insan sivilizasiyası hələ ilkin mərhələdə olarkən, başqa ulduz sistemlərindən gələn zəkalı varlıqlar planetimizi ziyarət edib. Bəlkə qədim insanın Tanrı adlandırdığı varlıqlar əslində inkişaf etmiş yad planetlilər idi. Bu fikir antik astronavtlar nəzəriyyəsi adlanır və uzun illərdir həm elmsevərlərin, həm də komplo nəzəriyyəçilərinin diqqət mərkəzindədir. Bu nəzəriyyəyə görə minlərlə il əvvəl yerə gələn yad planetlilər insanlara bilik, texnologiya və hətta genetik müdaxilə vasitəsilə inkişaf imkanı veriblər. Bu fikrin kökü xüsusilə 1960-cı illərdə daha da populyarlaşdı. Məşhur astronom Carl Sagan və Sovet alimi Yosif Shklovski Evrəndə Zeki Yaşam kitabında maraqlı bir ehtimal irəli sürdülər. Onlar dedilər ki, əgər yad planetlilər keçmişdə yerə gəlibsə, qədim xalqlar bunu mif, əfsanə və dini hekayələr şəklində yadda saxlamış ola bilər. Bu sadəcə nəzəri ehtimal idi. Amma sonradan bəzi müəlliflər bunu bir addım irəli apararaq bu artıq baş verib iddiasını irəli sürdülər. Bu şəxslərin ən məşhuru Erik von Däniken idi. 1968-ci ildə yazdığı Tanrıların Arabaları kitabı dünyada böyük səs-küy yaratdı. Von Däniken iddia edirdi ki, qədim insanlar tək başına belə möhtəşəm tikililər inşa edə bilməzdi. Deməli, onlara kənardan yardım olunub. Onun əsas nümunələri bunlar idi. Great Pyramid of Giza, Stonehenge, Nazca Lines, Moai Statues, Pumapunku. Bu tikililərin həddən artıq dəqiq hesablamalarla yaradıldığını deyərək, onların arxasında yaddı planetli texnologiyası olduğunu irəli sürürdü. Sonra başqa müəlliflər də bu dalğaya qoşuldu. Zecharia Sitchin, Sümer mətnlərini fərqli şərh edərək Nibiru adlı gizli planetdən gələn Anunnakilərin insanlığı yaratdığını dedi. Onun fikrincə bu varlıqlar yerə 100 minlərlə il əvvəl gəlib, qızıl çıxarmaq üçün ibtidai insanlarla öz DNT-lərini birləşdirərək müasir insanı yaradıblar. Bu nəzəriyyələr populyar mədəniyyətdə partlayış yaratdı. Ancient Aliens serialı milyonlarla insanı bu fikirlərlə tanış etdi. Amma əsas sual budur. Bunun elmi sübutu varmı? Qısa cavab yox. Arxeologlar illərlə apardıqları qazıntılar nəticəsində piramidaların necə tikildiyini addım-addım ortaya çıxarıblar. Daşların çıxarıldığı karxanalar tapılıb, işçi düşərgələri aşkarlanıb, rampaların və sadə mexaniki sistemlərin istifadə olunduğu məlum olub. Yəni yad planetli lazerlərinə ehtiyac yox idi. Sadəcə çoxlu əmək, mühəndislik biliyi və uzun illər. Nazca xətləri üçün də eyni vəziyyət keçərlidir. Bir çox insan onların yalnız havadan görünə bildiyini deyərək bunu uçan texnologiya sübutu sayır. Halbuki arxeologlar göstəriblər ki, bu xətləri yaratmaq üçün sadəcə ip, taxta dirəklər və yüksəklikdən müşahidə kifayət edib. Bu tamamilə insan əli ilə mümkündür. Bəs niyə bu nəzəriyyə bu qədər məşhurdur? Çünki insan bilinməyənə heyrandır. Sir bizə həmişə cazibədar gəlir. Qədim insanlar bunu necə etdi sualına uzaylılar etdi cavabı romantik və dramatik səslənir. Amma elm romantik hekayələrlə yox, sübutlarla işləyir. Bir şeyi izah edə bilməmək onun yad planetlər tərəfindən edildiyini göstərmir. Bu məntiq səhvinə bilik boşluğunu fərziyyə ilə doldurmaq deyilir. Əslində antik astronavt nəzəriyyəsinə yönələn daha ciddi tənqid də var. Bir çox tarixçi deyir ki, bu nəzəriyyə dolayı yolla qədim xalqların nailiyyətlərini kiçildir. Sanki qədim Misirlilər, İnkalar, Mayalar və digər mədəniyyətlər böyük işlər görəcək qədər ağıllı deyildilər. Bu isə həm tarixi yanlış oxumaqdır, həm də mədəniyyətlərə qarşı haqsızlıqdır. Reallıq isə daha təsir edicidir. Heç bir yad planetli kömək olmadan insanlar minlərlə il əvvəl möhtəşəm memarlıq nümunələri yaratdılar. Sadə alətlərlə, məhdud resurslarla, amma inanılmaz zəka ilə. Bütün bunlara baxmayaraq, kainatda başqa həyatın mövcud olması mümkündür. SETI layihələri hələ də kosmosdan siqnallar axtarır. Fermi paradoksu hələ cavabsızdır. Bəlkə də bir gün həqiqətən yad planetli həyat tapacaq. Amma bu günə qədər qədim dövrdə yerə gəldiklərini göstərən heç bir etibarlı sübut yoxdur. Bəlkə ən maraqlı həqiqət budur. Qədim insanların yaratdıqları möcüzələr o qədər təsirlidir ki, bəzən biz onları insan ağlına sığışdıra bilmirik. Və bəlkə də əsl möcüzə budur. Uzaylılar yox, insanın özü.